Əslində özümü qınadım ki, elənçinələri ilə efir bölüşdüm, ümumiyyətlə efirə çıxdım. Onlar pullu müğənnilərdir, pulla çıxırlar, bilirsiniz ki. Yəni, efir onları hələ ki belə qəbul eləmir. Sadəcə, nə deyim, elin gözü tərəzidir də, gülməlidir. Sadəcə, insanların o danışıqları, hərəkətləri, boş-boş mənəm deməkləri. Çox şey danışmaq olar. Yəni, efirdə danışa bilirəm. Nə burada ehtiyac yoxdur. Mənlə özlərini reklam eləmək istəyirdilər. O da ki, nail oldular. Hər yer vurmuşdu. Geçsin, bu da məndən ona jest, necə deyərlər. Mən saçı olan insan deyiləm. Yəni, ümumiyyətlə, həyasızlıq bacarmıram. Görürsünüz, orada dedim ki, mən sənə söz çatdıra bilmərəm. Ona görə də, əgər sözün də varsa, reklamda mənə deyərsən, mən deyir ki, özünü mələk kimi deyir, göstərmə. Yəni, o deyir, kör deməsə, bağır partiyaya. Bu ilə danışırdı ki, mən özümdən utandım, hətta. Necə verim cavabını? Canlı efirdir, efir mədəniyyatı var, tərbiyəsi var. Necə onun yerinə özümü qoyum? Mən necə səviyyəmi onun səviyyəsinə salım? Gördünüz, onun üçün efir qaydası falan, mədəniyyəti, yəni önəmli deyildi. İnsan hər söz işlətdi də orada. Hər cür danışdı. Bacardım, əsəbimi, səbrimi o qədər sınadılar. Çox dayandım, səbr elədim. Dedim ki, sözüm varsa, reklam var da, yəni. Hətta reklamda da bu şey mənə yanaşıb demək olardı və nə cavab olacaqdısa, nə olacaqsa reklamda yaşanardı. Mənə heç xoş olmadı ki, efirdə cəmaat baxır, elə bir bazardır. Mən özümü zor saxlayırdım. Zaten o mənə sataşırdı verişin başından. Mikailin verişi, Mikail'lə 5 gün. Elə baxmasanız məsləhətdir. Ümumiyyətlə, bax, efirə çıxırıq, çıxmalıyıq. Amma çıxırsan olmur, çıxmırsan olmur, nə bilim. Artıq son zamanlar bilmirəm ki, hansını edim.